Elim ağzımda qaldı. Mən o cür dinləmişdim. Buyurun. Hər birisi xoş gördük. Yarabbim, nə gözəl bir şəfa daşımışsınız. Baba mənim şeirimdən davamı olaraq mən də bir yazı yazdım. Dahi ilə şahidlik müəllimdə birləşir. Ondan hamıza pay düşür. Millətini uca görmək istəsən, müəlliminə diqqət elə. Qiymətin ver, tələb elə. Çünki müəllim bütün cəmiyyətin əxlaq keçirsə mənim nəzərim. Bugün burada toplaşan gənc xanımlar, əksəriyyət, siz xoşbəxt insanlarsınız. Yəni canlı karifiyələri görmək, yaxından görmək. Yəni biz də bir vaxt edək təşəkkür ki, kiminsə arzusunda olur, biz onu görürük. Mən inanım ki, o qədər şad oldum ki, İlham xanıma təşəkkür edirəm ki, məni buna dəvət elədi. Şundan öncə, mən babam əlimdən burada gördüm. Bilirsən, bir insanın mənəviyyatı, baxışı, yanaşması, öz xalqına, millətinə, ürəkdən xidməti, bu danılmaz bir faktdır. Elə bir kəlmə var ki, o kəlmə ilə sən böyük bir boşunu irəli apara bilirsən. Bu söz ustaların şərtində mən babam əlimə və onun xanımı bu iştirak edib təşəkkür edirəm. Sizə nə deyim? Bilirsiniz biz niyə xoşbəxtlik? Azərbaycan ona görə xoşbəxtdir. O ilahinin sevdiyi bir məmləkətdə yerləşir, ərazidə 38-43-cü en dairəsi, Sid alqazını axtığı yerdir, yəni müsbət enerjilər. Ona görə bizə insanlar istedadlı, qabiliyyətli, xüsusi istedadlı, elm adamları, mədəniyyət, liderlər. Bu bizim xoşbəxtliyimizdir. Şərq ilə qərb arasında qapsan, dünya üçün böyük tək olsan. Verən verir, söyləyir ki, siz bilin, verilənin qəzrin bilin. Bu torpağın altı sərvət, üstü sərvət, onun ən böyük sərvəti onun insanıdır. Onu sevin, qədrin bilin. Bu bir həqiqətdir. Peşəmizin gözəlliyi ondadır ki, biz insanlarla işləyirik, fərqli olaraq. İndi görün, nə qədər biz psixoloji cəhətdən, nə qədər ciddi yanaşmalıyıq ki, o qarşımızdakı gələn tələbəni, şagirdi, sadəcə rastladığı insanları sevgi ilə sevmək gərəkdir. Yaradanın yaratdığını sevmək gərəkdir. Qısaca olaraq bir rəqəm deyim, məncə mənim burada olmasına istifadə edeyim. Bu dünyanın xilasına bir gözəllik, bir məhəbbət gərəkdir. Duyuq qiymətləndirən bir insan gərəkdir. Çünki dünya bir də kitab da bir, insan da bir, Allah da bir. Onu birdən yarattı böyle ikiyə, yerə, göyə, aya, günə, gündüzə. Bax, görürsün, birdir. Yarattığın birdən yarattı böyle. Birləşdilər, ürədilər, aktılar, yer üzünə yayıldı, sürüyə bənzədildi. Qəbilət, tayf oldu, xalq və millət oldu. Həm də ki, cəmiyyət oldu. Bax, bu cəmiyyətin tərəqqisi təsirdən keçir. Təsirin tərəqqisində müəllimdən keçir. Başqalarından fərqli olaraq daima demişəm, üzünü müəllimə çevirir. Çünki bir müəllimin peşəkarlığı, əxlaqı, bacarıqları bütün cəmiyyətdə rifahının təmin edir. Birinci şərtdən tutmuş, Evdad xanıma kimi hamı bu məktəbdən keçir. Bizim aydınlara ehtiyacımız var. Yəni aydın düşüncə tərzi, qəlbində vətən sevgisi, insan sevgisi olan insanları həmişə bir-birini cəzb edirlər. Bu bir həqiqət və reallıqdır. Və bu həm zamanın diktəsidir, həm ilahinin bizə verdiyi bir mesajdır, bir missiyadır. Biz bunu elə bilə gəlmədik ki. Yəni bunu yaradan bizim üçün bu şansı verir ki, bəli, bu günləri biz gələk, orada yeni simalarla tanış olaq və əlbəttə mənim üçün çox sevinçlidir ki, mən səni hər birini çox sevirəm. Bir Allah şahiddir ki, mən zaman-zaman hələ mən öz canıma dua edədim, yanıma gəlməz. Mən hamıya dua edirəm, ona görə ki, mən bəşəri duyulara yaşayan bir insanım. Bir canına yaranmış insanlarım. Yəni, hamımız qədər sağlam olaq ki, sevinç olaq.
hayat sevgisi, dil sevgisi, vətən sevgisi bu mənim üçün önəm daşıyan bir şeydir. Şübhəsiz ki, bu vətənimizdə hər şey üçün bizim minnətdar olduğumuz gözəl Allahımız var. Gözəl Allahımıza biz başlayalım. Biz bu günləri bir qeyri-adi tədbirə yapışdıq. Bilirsiniz nədən qeyri-adi deyirəm? Burada mən nələr gördüm bir təhlilçi kimi. Birinci gördüm ki, demək biz bir-birimizə dəstək ola bilirik. Bir-birimizin xoş işinə sevinə biliriksə və bugün iş günü olmadan biz sevərək buna gəldiksə, bu ilk addım üçün çox uğur deməkdir. Və bir də ən çox sevdiyim oldu ki, bizim bir-birimiz olan sevgimiz, yaradana yaran sevgimiz və bugün burada xoşbəxtlik onda oldu ki, bizim üçün qeyri-adi insanları da yaxından görmək. Xüsusən onu mütləq qeyd edirəm ki, Baba müəllimin, Ceyhun müəllimin burada olması siz gənclər üçün, siz xanımlar üçün, ümumiyyətlə cəmiyyətimiz üçün bir gözəl mesaj verir ki, biz bu işə adi baxmadıq. Yəni, əgər bir insanlar istəyir bir yaxşı iş görsün, uğurlu iş görsün və orada heç bir təmanna güdülməsin də, yəni burada ümumi bizim mənəviyyat verir. İlhamə, gəl bir yerdə, qoy deyən yuvasına qalır. Mən hazır. Başla. Biz bu günləri bir qeyri-adi tədbirə yapışdıq. Bilirsiniz nədən qeyri-adi deyirəm? Burada mən nələr gördüm bir təhlilçi kimi. Birinci gördüm ki, demək biz bir-birimizə dəstək ola bilirik. Bir-birimizin xoş işinə sevinə biliriksə və bugün iş günü olmadan biz sevərək buna gəldiksə, bu ilk addım üçün çox uğur deməkdir. Və bir də ən çox sevdiyim oldu ki, bizim bir-birimiz olan sevgimiz, yaradana yaran sevgimiz və bugün burada xoşbəxtlik onda oldu ki, bizim üçün qeyri-adi insanları da yaxından görmək. Xüsusən onu mütləq qeyd edirəm ki, Baba müəllimin, Ceyhun müəllimin burada olması siz gənclər üçün, siz xanımlar üçün, ümumiyyətlə cəmiyyətimiz üçün bir gözəl mesaj verir ki, biz bu işə adi baxmadıq. Yəni, əgər bir insanlar istəyir bir yaxşı iş görsün, uğurlu iş görsün və orada heç bir təmanna güdülməsin də, yəni burada ümumi bizim mənəviyyat verir. Bunlar adi şeylər deyil. Bu, Allahın verdiği böyük bir nimetlərdir. Və bu bizi saflığa səsləyir, bu bizi sevgiyə səsləyir. Yaşamaq üçün həyat eşqi gərəkdir. İnam, ümid, bir ki, Tanrı köməkdir. Kömək olan sənə mənə kömək. Görmüşəm, gördüyümü gözlərində görmüşəm. Orada saflıq bir təmizlik görmüşəm. Saflığı bir luş gibi, sədəf kimi görmüşəm. Amma hisslərində oxuyanda bilmişəm, necə safsan, necə təmiz. Bax, ona görə sən əzizsən, əvvəlsiz mənim əzizlərəm. Bu mənada hər birinizə birinci can sağlığı. Hər dəfə çıxışında deyirəm, Allah öyleydi, ən birinci böyük nimət bizim üçün vətən, hava, su, bir bulaq suyu, dağ havası. Bu sağlamlığın şərtidir. Və ikinci bizə verdiyi sağlamlıq ki, o bizə nə vermədi? Qan verdi, can verdi, göz verdi, işıq verdi, əl verdi, ayaq verdi, his və duyğu verdi. O bizə böyük bir eşq verdi. O ilahi eşqi yaşamaqdan ötürü, ilahi eşq bir əfsanə, cazibası qayıbanı. Bu şəfqətli məhəbbətdir, ülviyyətli ünsiyyədir. O elə gözəl bir neymətdir ki, onu Allah bizə verir və ondan mən Zülfiyə müəllimə yazdım. Ünsiyyət haqqında, münasibətlər haqqında ki, ən xoşbəxt insan dünyada ünsiyyətçi insandır. Yəni o tək qalmır. O hər zaman hamını sevir ki, elə özü o ünsiyyəti olur. Mən bugün müşahidə apardım. Bəzən o sözünü deyir ki, bəli, bu budur, budur. Əslində Sevinç xanım, təşəkkür edirəm. Artıq Sevinç xanımın özünə bir dəstək xətti var. Və mənim üçün bugün əlbəttə bir daha İlhamə xanım haqqında söz deməyə özümə borc verirəm. Çox təşəkkür edirəm ki, nasıyla bu qələbəni təminləmişim. Amma yenə deyirəm, bəlkə çox deyirəm, eşidir, mən axtardım ki, niyə bizə deməyiblər? Gördüm deyiblər, bir dastan yaradanda əsri Kərəm dastanı. Kərəmi odada yandırdılar, nə söylədi Kərəmi? Deyir, ay bala, dəyişilmir, qarı keçmiş. Əl götürməz xislətindən, heç dəyişməz məqsədindən onu bala sevgisi. Ona görə bax bunu unutmayaq, yadda saxlayaq. Dünyanın xilası bir gözəllik hiss edir. Allahın yaratdığı sevməkdədir,
Sizə qucaq dolusu sevgilər arzulayıram, hər birinizi ürəyimə qoyuram. Sayı artdı ətrafında olanların hər birini çox sevirəm. Təşəkkür edirəm Sevinç xanım, İlhamə xanım. Ürəyinin böyüklüyünə görə əsas bizim gözəl qızımıza bax bu böyük bir dəstəkdir. Amma burada da mən bir şans gördüm də. Əgər Gülşündə düz dedilər də, Gülşündə o xüsusiyyət olmasaydı, o sağlam düşüncə olmasaydı, o istək məhəbbət olmasaydı, onun bu yol açılmazdı. Bir də orada onun özünüzə bir rol var. Biz onu unutmayaq. Bəli, ona görə Allah ona dedi ki, hə, gəlin, sənin əlini veririk bu xanımlara. Əslində, bütün bunlar hər birimizin üçün bir qazançdır. Hər birimizin bir qazanatı var. Tanrı qarşımda, Allah qarşımda. İstəmədim nə can, istəmirəm nə var dövlət, nə sərvət, mən istədim məhəbbət. Bütün şərtdə məşhur olan Azərbaycan dilini sevirəm. Qadağan onu nəhbilə bilmədi, unutura bilmədi. O daha da güclü oldu, bütün şərtdə məşhur olan Azərbaycan dili oldu. Neyləməli? Daşlara bax. Sevməli, öyrətməli, gözün kimi qorumalı. Bu dil bütün dünyanın dili olacaq. Bax, bu bizə göndərilən ən gözəl bir mesajdır. Mən xoşbəxtlərdən, o mənə xoşbəxtlər ki, bizim Azərbaycan dili haqqında qanunumuz var. Bu bizim gözəl dilimizdir və Türk dilləri ailəsində Azərbaycan dili var. Bunu unutmaq olmaz. Dilimiz qədim, həm də zəngindir. Çünki burada hər bir fikri ifadə etməkdən ötürü söz var, şirin dilimiz var. Ona görə də həmişə deyirəm ki, vətənini, elini, dilini və dilini sevmək gərəkdir. Amma sevmək azdır. Həm də onu sevdirə bilmək gərəkdir. Təşəkkür ederim. Hörmətli baba müəllim, hörmətli Zülfiyə xanım, bizim çox dəyərli ziyalarımız, müəllimlərimiz, tədbir iştirakçılar. Xoş gördük hər birinizi. Bugün düşünürəm ki, çox gözəl bir havadayıq hamımız. Ziyalı məclisində, Aydınlar məclisində həmişə xeyir bərəkət olur. Və bugün burada bizim cəmiyyətimizin ziyalıları və insanlar iştirak edirlər. Mən həmişə bu mövzudan bəhs edərkən düşünürəm, həmişə milləti irəli aparan, millətin inkişafı üçün çalışanlar ziyalılar olur, aydınlar olur. Biz ötən əsrin əvvəlində Xalq Cümhuriyyətinin qurulması dövrünə də baxanda da o dövrdə Azərbaycan ziyalılarının önə çıxaraq Azərbaycanın gələcəyi üçün fədakarsasına çalışdıqlarının şahid olur. Və biz eyni zamanda Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edərkən Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlməsi, Azərbaycanı həmin o ağır günlərdən xilas etməsi və davamlı olaraq ziyalılarla, şairlərlə, yazıçılarla görüşməsi, müəllimlərlə görüşməsi. Ulu Öndər deyirdi ki, mən müəllimlikdən böyük tanımıram dünyada. Müəllimlik müqəddəs bir peşədir. Ümumiyyətlə, ziyalı sözünün mənası işıq saçan, yol göstərən mənasını bildirir. Ərəb dilində ziya, lıya sözüdür. Biz indi aydınlar sözünü işlədirik. Aydınlatmaq və insanlara yolu göstərmək. Ona görə bugün biz biraz bundan əvvəl cəmiyyətdə gedən proseslərdən danışırdıq. Həqiqətən də cəmiyyətdə bugün müəyyən bir proseslər gedir və düşünürəm ki, bu bizim ziyalılarımızı daha çox narahat edir. Mən onlar barədə çox danışmaq istəmirəm, amma onu xüsusi qeyd etmək istəyirəm ki, biz daha çox çalışmalıyıq. Azərbaycan xalqı böyük xalqdır. Heç bir mübaliğəsiz mən deyə bilərəm ki, ən yüksək mədəniyyət, ən yüksək musiqi, ən zəngin tarix bizim xalqımızdadır. Şərqdə ilk demokratik respublikanı Azərbaycan xalqıdır. İlk opera Azərbaycanda olur. Eyni zamanda qadına ilk hüququ verən Azərbaycan olubdur.
dünyanın çox az xalqında Füzuli, Nəsimi kimi bizim şairlərimiz, Nizami kimi, Füzuli kimi, Nəsimi kimi şairlərimiz olub. Müasir dövrə baxanda eyni qaydada. Bizim çox dəyərli ziyalılarımız o vaxt olub, bugün də var və bugün də bu ənənə davam etdirir. Üzeyir Hacıbəli özü çox böyük bir şəxsiyyət oldu və bugün də bizim musiqimiz, mədəniyyətimiz iştirak edir və mən düşünürəm ki, hər bir insan əməyi qiymətləndirilməlidir və bugün bizlə bir məclisdə babam əlində iştirak edir. O da Azərbaycan musiqisində, mədəniyyətində özünə məxsus yer olan bizim dəyərli ziyalılarımızdan biridir və burada digər bizim müəllimlərimiz iştirak edir. O mənada bugün bizim qarşımızda missiya nədir? Bu mədəniyyəti qorumaq, bu dəyərləri qorumaq, bu ənənələri qorumaq. Çünki cəmiyyətlər onda güclü olur ki, onların dəyərləri olur, ənənələri olur. Bizdə həmişə ailə üstü güclü olur. Bizdə həmişə qadına incə, zərif, məxluq kimi baxılır və həmişə hörmətlə yanaşılır. Biz həmişə o mərhəmət hissini, ədalət hissini, dəyərlər hissini qorumuşuq. Və bu dəyərlərin, mədəniyyətin qorunub gələcək nəsillərə çatdırılması bir missiyası. Ben orada da dedim. Şimdi biz elə bildik ki, möcüzələr ancaq nağıllarda olur. Səndə möcüzələr real həyatda da olur və o möcüzələr bizə bəxş ilə real insan bilginə yanaşıydı, icra edirdi, söylə bilirdi və o insan bizim Cənab-ı Ali Başkanı. Sənin kimi Fatihi zaman getirmiş bilirlər. Haqq, ədalət çarşısı, tarix yazan sərkərdə, səndən ilham, güc alır, zalim, əskər, səngərdə, hərb və sülh meydanında qələbə çalan adam, Cənab Ali Başkanı. Düşmənimiz baş əydi, sən andikən bayrağa. Sənin azad etdiyin hər bir qarış torpağa, anamız Azərbaycan, boğuşdu Qarabağa. Qalmayacaq qısassız, bir damla tökülər qan, Cənab Ali Başkanından. Getdiyim bu şanlı yol, ulu övlər yoludur. Sənin ordunun yenilməz, sənin xalqın quludur. Yaşasın Azərbaycan, arzudur, amalın budur. Milyon ağızdan səslənir xeyirduan, Cənab Ali Başkanında. Qarabağ səmasında yenə günəş doğuldu. Sənin dəmir yumruğun birlik oldu, güc oldu. Mənəm gəlmən bəs nə oldu, necə oldu? Ana süddəki Allah sənə bu şöhrət, şan, Cənab Ali Başkanında. Elbir oldu səninlə, dağ oynadı dilindən. Bütün dünya danışır elmindən, hünərindən, aras salam gönderir, azad xudafərindən. Xan kəndidən, Şuşadan çəkildi qaradıman, Cənab Ali Başkanında. Sən Tanrıya sığındın, Tanrı qorudu səni. İllər boyu çəkdiyin min bir əziyyətini kişi kimi doğrultdun, qatar əziyyətini. Səni xalqa, millətə çox görməsin yaradan, Cənab Ali Başkanında. Sən yalnız tək deyilsən, Mətin Türk qardaşın var. Bir vəfalı, mehriban, ürək, can sevdaşın var. Bircə sözün əmrinlə bu xalq ayağa qalxır. Səninlə Azərbaycan, bir könüldə iki can, Cənab Ali Başkanında.